Bu da yataq otağıdır siz canım. Bir də bu mebelə baxın. Amma çox qəşəngdir. Mənim xoşuma gəldi. Arı gibi düşün. Amma qəşəngdir bax. Arada 55 gibi fark var. Ya en acıdı kadar. Cəlaləni takipdən çıxardım. Ara kəs də. McDonald's deyəcəm mən. Qızlar, deməli gecə saat 11-dir, amma biz dostlarımızla görüşməyə gedirik. Dedim ki, ilk vlogum, kameramda ilk vlogum olsun. Sizi çox da yaxşı görməyəcək, çünki gecə saharası gedəcəyik, bir kofe içməyə gedəcəyik, amma Xırdalana gedirik bu arada. Biz Memaracəmdəyik, Xırdalana gedirik. Rəfiqəm dedi ki, orada bir dənə çox gözəl bir coffee shop var, amma 12-yə qədər işləyir və biz də gecikmişik artıq, bir 20-25-30 dəqiqə ora çatarıq. Nəysə belə, lookum da belə qəşəngdir. Bu arada kurtka mı deyim, nə deyim? Kurtka, kurtkamı da əlim alıb. Həyat yoldaşımı alıb, çox sevdiyim bir kurtkaydı. Zara'dan axtardıq. Azərbaycandakında var idi, amma İspaniyada şey oldu. Satıldı, bitti. Ona görə də həyat yoldaşım sağ olsun getdi. Hardan aldım? Azərbaycandakindən aldım. Crescent'ten aldım. Crescent'dən aldım. Crescent'deki. Digərində yox idi. Qonşumuz belə New Year, Christmas havalarına girib, biz girməmişik sözün açığı. Artıq ipində bir şey çıxardılar. Bura bu dəfə stul və sair çıxardılar. Nəysə. Make-up'ım çox gözəl görsənir bu arada. Kameram da çox qəşəngdir. Gəlirsən? Deməli, binalarına çatdıq. Onlar Xırdalanda Abşeronda qalırlar. Abşeron. Kristal Abşeron. Hə, Kristal Abşeronda. Əslində mən sürpriz eləyəcəkdim. Güya kamera ilə gedib qapılarını döyəcəkdik. Onlar açacaqdılar, amma olmadı. Gedir aşağı çağırdım. Və make-up'ımın gözəlliyinə baxın. Bu make-up'ı görmək istəyirsinizsə, mütləq make-up sirlərim adlı video çəkmək istəyirəm. Neçə dəfə gəlməyimizə baxmayaraq, mən hələ də binanın hansı olduğunu bilmirəm. Bu arada məndə direction, məndə istiqamət konkret olaraq yoxdur. Mən məsələn bir yerdən bir 50 dəfə falan, 50 dəfə deməyim, bir 10 dəfə keçməliyəm, sonra yolu tanımalıyam. Yemin yolu tanımıram. Ya da bəzən heç olur ki 100 dəfə oradan keçim, amma oranı yenə də tanımaq istəmirəm. Yəni tanımıram, çünki tanımaq istəmirəm. Məsələn, həyat yoldaşım əgər yanımdadırsa, uşaqda da anama atama güvənirdim. Bunu eləyirdim, ona görə də yollar falan yadımda deyil. Məsələn, indi maşın sürməyimə baxmayaraq, bəzi yollardan həqiqətən çox geçmişəm, amma hələ də o yollar haqqında hər hansısa bir fikrim yoxdur. Hə, kocam, bu tərəfə dön, kocam, işıq düşsün üzümüzə. Gəl gül camalını görsünlər, bir dön. Ben gül camalını görsünlər. Az danış. Sağ ol. Necəsiz, Qədir bəy? Kamerada nə qəşəng düşürsünüz? Real həyatda da qəşəngdir. That's why I chose. Gör nə qəşəng düşür. Monqollara oxşuyur, baxın. Yaxşı. Sən Hun türklərindən deyirsən, Hun. 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 Göytürk mü, Göytürk? Olabilir. Hun mu, Hun? Olabilir, bayılır. Uşaqlar, bəlkə siz bilərsiniz. Cəllabadda Hun türklərinin məskunlaşdığı vaxtlar var mıdır? Ya da ki, Göytürklərin, ha? Sən Hun musan, Hun? Hello. Deməli, artıq Ülviyagilə gəldik. İndi Ülviyagil yeni ev alıblar. Bir maşallahınızı alarıq. Gözünüz dəyməsin. Gedirik Ülviyagilin yeni evinə baxmaya. Yəni saat 12-dir. Təsəvvür eləyim. Mən bilmirdim. Hə, indi gedirik. Görək nə olacaq. Hə, Ülviya necə keçir? Yaxşı, Allah. Mən bildim, hava soyuqdur, qoxuqsuz. Mən də bir dənə make-up Ülviyə. Ülviyə maşını apardıq bugün, yoxlatdırdıq. Nə qəşəng şeyim var. Kocam alıbdı. Mən də ata Abdullayevə oxşayacaq tip var acaba. Kocam bunun şeyi yoxdur axı məndə. Mikrofonum yoxdur. Məhəmməd Əli. Sənə nə bir silə elədən olar? Nə olar? 100 manat. İnan YouTube'da pul qazansam ilk sənə bax 100 manatı verəcəm. Yavaş 4
Niyə? Hal-hazırda bizi maşın vuracaq. Xırdalandakı hara gəldik? McDonald's-a gəldik. Acı deyilik, yemək yeyib çıxmışıq. Ona görə də kofe alacağıq. Sonra kofe alandan sonra da gedəcəyik evlərini görməyə. Seçirlər. Uşaqlar ilk dəfədir ki, həqiqətən vlog çəkdiyimi düşünürəm. Çünki çox asandır, daşımaq, telefon normal tutursunuz, həm ağırdır, həm bir şey. Ümid edirəm ki, səsim aydın şəkildə gəlir. Qədir və Məmməd Əli qrup yoldaşıdır. Birləşdirsə görmüşük. Qrup yoldaşıdır. Ay Qədir, bunu dinlə, mən videomu koruyur. Sən oraya kəs də. Məmməd Əli. Məmməd Əli, belə eləməməliydin. Belə eləməliydin. Şakalar var. Şakalar. Böyük. 100 min götürək. Sonra. Sən nə etsən? Nə var? O fikirləşsən. Mən mazotumu verim oradan mənə. Verim mazotumu. Mazot sürür. Asfalta dil atsam daha çox tatlıdır. Mən içmək istəyirəm. İkili espresso, qəhvə, cappuccino. Cappuccino ya da ki latte. Latte alarsa da, latte. Sağ ol, koca. Belə. Siparişime bakma. Yok, teşekkür ederim, hiç istemiyorum. Koca nə qəşəng düşürsən. Ya, Bəlkə mən də latte içeyim. Mən də latte. bu kadar da düşmedi ama arada 55 gibi fark var. Ya, en acıdı kadar. Mən də latte istəyirəm. Canım çək. İkkam, benim də lattem var. Sən nə içirsən Ülviyə? Başta olmuyor. Südlü şokolad. Aa, Ülviyə südlü şokolad içir. Sen git. Mən də istəyirəm. Evdə südlü latteni eləyə bilərəm, değil mi? Sen olma geçecek. Biz McDonald's-a girmişdik. McDonald's-da bir də iki dəfə baxdılar, artıq hiss eləyirdim o üstümdəki gözləri. Security bizə yaxınlaşdı ki, bəs burada video çəkmək olmaz. Yine. Hə, dedi ki, video çəkmək olmaz. Yine başladı. Bir-iki dəfə niyə falan dedim bu sorgulayıcı tavırlarımla, amma gördüm ki, yox. İcazə vermədilər. Olsun, yuxarıda da çəkə bilmədi. Biz heç olmazsa çıxdıq açıq. McDonald's-ın bax bizi icazə vermədi deyə demirəm, amma bir də şokoladlı nə idi? Yox, südlü şokolad aldıq. Yəni südlü şokolad sorry, amma onun tərkibində şokolad yox idi. Ola bilər ki, adını belə şey eləyə bilərik. Kakaolu süd ola bilərdi. Çox iyrənc dadı var idi. Çox pis idi. 5.50-yə ola biləcək bir şey, bir köpüklük də deyil. Yəni getsəz elə gicik şeylər almayın. Yəni bunun qətiyyən mənə icazə verməməklə əlaqəsi yoxdur həqiqətən. Çox iyrənc idi. Yəni səncə iyrənc deyil o, çox da dadlı deyil yəni. Çox pis idi. Narahat edirsən, getmə. Bir sonra parka geliyor. Gunga. Ay nə şirindir bu. Nə qədər yaşayır? Bax Asiyada baxacaq. Asiya. Hə. Asiya, sağ ol. Gələrəni takipdən çıxar. McDonald's deyəcəm mən. Oh shit, here we go again. Deməli artıq gəldik evə. Burada məsələn şeylər Gəzdi gəldik. Saat gördüyünüz kimi 01:38-dir, 2-dir. 2-yə qalır. İstəsən qoya bilərsən. Bura haradır? Lens tapsa. Yox, nə lensi? Mən lensi götürməmişəm axı. Lens hanı bə? Mən nə bilim. İndi gördük ki, kameranın lensini itirmiş. Biraz bərk ört qapını, örtülmür. Örtüldü məncə. Ev belədir, cəmaət gördüyünüz kimi. Mübüşdü, xeyirli günlərə, çatdıqlara istifadə eləyəsiniz. Daha gözəlləri, daha böyükləri, şəhərin mərkəzində olanları. Bura mətbəxidir, cəmaət. Baxın, belə
Çox mebellər çox qəribədir. Yəni Sarı. 2 dəfədir ki, sarı mebel görürəm. Amma çox qəşəngdir. Mənim xoşuma gəldi. arı gibi düşün. Amma qəşəngdir bax. Bunu belə etmək ki, arı gibi düşünsünlər. Yəni çox çalışsın. Həqiqətən mən bəyəndim. Yəni bir iki şey dəyişmək lazımdır əlbəttə ki, güllü-müllü məsələn bu kəpənəkli şeylər çox da lazım deyil. Bunu dəyişdirə bilərlər, amma o qədər də pis deyil yəni. Gözəl, bəncə gözəl. Deməli bu koridordur, tualetdir yəqin ki bu da. Bu nədir? Lüvə. Bu hamam. Hə, bu da yataq otağıdır siz canım. Bir də bu mebelə baxın. Hələ şeyinə bax, şey taxmışıq evdə. Xonçadı nədir? Yəni bunu belə bir niyə belə Sat bir şey bunu Ülviyə 3 manata zada. Bu kimə var, nəyə lazım? Hə, belə qəşəng qardırobu da var. Baxın. Bəncə. Bu ev sahibəsinin şey olub, məncə cehiz olub. Məncə o qədər də pis deyil, amma yəni belə gün vuranda məncə çox bokoluq bir rəng olacaq Ülviyə. Çox sorry, üzr istəyirəm. Yəni şeydir, ev. Amma şkafı içi çox genişdir deyə. Dedik ki, Qəşəng. buraları çıxaracaqlar. İnşallah ki, olur çıxarma. Məncə olar. Kraliyyət şeyləri çıxarılacaq. Olacaq sadə. Məncə olar çıxarmağa. Sonra mən baxın nə deyirlər, komodları da yatağa birləşdirilib. Biz nə tapdıq keçən dəfə? Nə tapdınız? Pul. Yox, belə bir yeri var. Necə gözəldir. Mənim bu boydana mebel şeyim olsa, makyaj masam. Məndən şanslısı olmaz Ülviyə. Bura hər şey yerləşir. Özdə burada salmaram. Hamısını bir-bir düzərəm buralara belə. Hamısını düzərəm. Mənimki balacadır məsələn, şkafımda şeydir. Hə. Görə Bəbəşə yer də var. səncə bu nə? Şkafı da var hətta uşaq. Uşaq şkafı da var. Ben bundan istedim. Bunu göstərdik. Bax. Narkobaran. Bu gizli çəkməcədir də, hə? Gizli çəkməcəsi. Oy, Bugün sən nətər tapdım. Ev bizə bu reklamını eləməmişdi. Belə oturmuşdum. Sonra gördüm ki, bu belə sürüşür. Sen orada niye oturursan bax. Başqa yer yox idi. Onsuz da bizə şey Yaramırdı. yaramır olsa biz bunu götürəcəyik. Düşündük. Prosta biraz bu çıxıntıları da çoxdur. Yani bura dedik ki hamamdır. Hamam da qəşəngdir bu arada. Baxın. Bu boyda şey ortada niyə olsun ki, bunu başa düşürəm. Sonra gəlin o birisi otaqlara baxaq. Bu how to say? Qonaq otağıdır. Əslində mebelləri çox yaxşıdır. Mən köçərəm bura. Rəngləri tuhaf. Məncəlim çox. Mən şey xoşuma gəldi amma, evet. Sonra baxın belə bir şey var. Bu məsələn lazımsızdır həyatda. Çox göz yorur məsələn belə şey. Hə, sonra burada da belə bir gözəl mebel var. Şeyləri çox pisdir bu pərdələr. Belə balkon varmış kimi var amma balkon yoxdur. Yəni açan kimi şeyə cicirsiniz. Pəncərədir yəni. Belə. Yəni mən bəyəndim, bayağı işıqlı, gözəl bir yer. Başqa otaqları göstərmək istəyirəm. Buranı göstərdim. Bura koridordur. Qərib bir dizaynı var. Maşallah, hər yerdə burada da bir mebeli var. Belə, necə görürsünüz məni. Bu arada lensi qabından düşüb, itib, yoxdur. Mən bilmirəm harda düşdü. Həqiqətən biraz kötü oldum. Amma nə yapa biləcəm? Hiçbir şey yapamam. Bu da tualetdir. Yəni, tualetə baxaq. Bu da səliqəli tualetdir. Yəni, düz bu çox balacadır, minnək uşaqlar üçündür. Amma gözəl. Gözəl. Mən amma istəyirəm ki, tualetlə hamam bir yerdə olsun. O daha yaxşı olur, vaxtını da çox getmir. Burada amma balkon var, gördüyünüz kimi. Belə. Buralarda yığıcamdır, kifayət qədər yəni, çoxdur. Rəflər, soyuducusu da var. Yəni, daha nə lazım qı? Belə. Yəni, normal. Ev. Mən bəyəndim. Ülvəgilən də uşağı olacaq. Elə baxın, beşik də var. Bir dənə sadəcə, əslində mebellər də yaxşıdır. Mən belə məsələn mebeldə qalaram. Yəni, çox da mənim üçün yataq otağı önəmli deyil. Bir dənə buna baxın siz can dizayna. Belə. Hələ bunun oturacağı peki. Bir dənə
Doşi də mənim üçün belə bir şey alsa çox gözəl olar. Bilmirəm videonu burada dayandırım ya yox. Çünki yoruldum bunu tutmaqdan. Şey də itdi. Nəsə etib deyə lap əsəbləşdim. Nəysə qızlar. Biraz bugün əsəbləşdim. Sadəcə McDonald's icazə vermədi deyə, yəni video çəkməyə. Başqa heç nə. Ümid edirəm ki, videonu bəyəndiniz. Biraz çox güldüm, çox danışdım. Amma olsun. Öpürəm hamınızı. Bay bay. Ümid edirəm ki, videolarımı bəyənirsiniz hamısını.